Bugün sizə karuseldən danışacağam. Karusel təlim üsulundan danışacağıq, təlim metodundan. Gəlin görək karusel nədir və biz onu necə tətbiq eləməliyik. Karusel iş üsulu əsas iki məsələ ilə yadda saxlayırıq. Yoldaş qiymətləndirməsi var. Bir də dərsin gedişində bütün sinifi aktiv saxlayan iş üsuludur. Çünki əyləncəlidir və maraqlıdır. Gəlin görək necə tətbiq eləməliyik. İlk öncə onu deyim ki, qrup halında eləyirik. Yəni qrup şəklində olur. Hər qrupa fərqli fəaliyyətlər veririk. Eyni fəaliyyət yox, fərqli fəaliyyətlər veririk. İndi mən sadə fəaliyyətlər verəcəm, amma biz dərsimizin təlim məqsədinə uyğun fəaliyyətlər verməliyik. Sadəcə izahda sadə fəaliyyət verirəm ki, sizin üçün çox yorucu olmasın. Birinci qrupa gəlin verək 5 sifət. Birinci qrupa 5 sifət verək. 5 sifət yazsın birinci qrupumuz. İkinci qrupumuz 5 isim yazsın. Üçüncü qrupumuz 5 feil yazsın. Dördüncü qrupumuz isə 5 zərf yazsın. Bu sadə olduğuna görə 1 dəqiqə məncə kifayət eləyər. 1 dəqiqə vaxt veririk. Qruplar fəaliyyətlərini bitirirlər. Qruplar fəaliyyətlərini bitirdikdən sonra müəllim saat əqrəbi istiqamətində qrupların iş vərəqlərini dəyişir. Yəni ötürür. 5 sifət yazan qrupun iş vərəqini ötürürəm 5 isim yazana. 5 isim yazanı ötürürəm bu tərəfə, yəni 5 zərf yazanlara. 5 zərf yazanların vərəqlərini ötürürəm bu birisi qrupa. 5 feil yazanlara. Bunu da ötürürəm bu birisi qrupa. Və artıq fəaliyyət dəyişir. Bu qrup 5 sifət ötürdü. İndi bu qrup 5 sifət yazacaq. Bu qrup 5 isimi ötürdü. Bunların tapşırığını bu davam eləyəcək. Bunların tapşırığını bu davam eləyəcək. Bunların tapşırığını da bu qrup davam eləyəcək. Yəni fəaliyyətlər dəyişdi. Və biz orada tapşırırıq ki, yuxarıdakı fikirlər təkrarlanmasın. Ona görə də hər qrup özündən əvvəlki yazılan fikirlərə baxır. Bu zaman nə baş verir? Yoldaş qiymətləndirməsi baş verir. Bir də burada məqsədə uyğundur ki, qrupların qələmləri fərqli-fərqli rənglərdə olsun. Məsəl üçün, birinci qrupumuzun qələmi olsun yaşlı rəngdə. İkinci qrupumuzun qələmi olsun qırmızı rəngdə. Üçüncü qrupumuzun qələmi olsun göy rəngdə. Dördüncü qrupumuzun qələmi də olsun bənövşəyi rəngdə. Niyə rənglər fərqli olmalıdır? Çünki hər iş vərəqində bütün qruplarla bağlı məlumat olacaq, yəni yazı olacaq hər iş vərəqində. Və qruplar təqdimat zamanı bilirik ki, qrup işin sonunda hər qrupdan bir nəfər çıxır təqdimata, düzdürmü? Təqdimata çıxan zaman həmin qruplar təqdimata çıxanda onlar vərəqlərindəki yazıları müdafiə edə bilsinlər deyə onların qələmləri fərqli rəngdə olması məqsədə uyğundur. Məsəl üçün, çıxıblar təqdimata, düzdürmü? Hər qrupun vərəqi var. 4 qrup asılı 4-ündə lövhədən. Qrupları bütün vərəqlərdə qrupların işi var axı. Qruplar öz yazılarını seçmək üçün onlara daha rahat olsun deyə fərqli qələmlərlə yazılmış olsa daha məqsədə uyğundur. Bənövşəyi rəngdəki qrup öz yazısını bütün komandada nə etməlidir? Rənginə uyğun seçməlidir. Sonra qırmızı rəng qələmdən istifadə edən qrup nə etməlidir? Bütün komandada öz yazısını rəngi ilə nə edəcək? Seçəcək. Çünki vərəqlərdə bütün komandaların yazıları olmalıdır. Yaşlı rəng onun kimi, yaşlı rəng də belə olacaq. Yəni, özlər nə edəcəklər? Seçəcəklər. Eyni ilə də göy rəng komanda, qrup öz rəngini nə etməlidir? Qələmə uyğun seçməlidir. Yəni, öz sözlərini. Çünki onlar təqdimata çıxanda öz sözlərini müdafiə eləmək üçün çıxıblar, öz işlərini. Və fərqli qələmlər olsa, onlar üçün daha rahat olur. Çünki nəzərə alaq ki, qrupda fəaliyyəti yazanla, yəni qrup fəaliyyətində yazanla təqdim edən fərqli-fərqli uşaqlar olur. Öz xətti olmadığına görə də qələmə uyğun seçir və çox az vaxt gedir təqdimatda, vaxt itkisi olmur. Bu qədər. Bu da oldu karusel iş modeli. Çox metodu, daha doğrusu, çox sevilir şagirdlər tərəfindən. Məsləhətdir ki, tətbiq eləyəsiniz. Çox əyləncəli və çox maraqlı bir təlim modelidir, iş üsuludur.